Dərs 16 2026-cı il qəbul imtahanları müəllimlərin işə qəbuluna və sertifikasiyadan tarix fənni üzrə hazırlaşan müəllimlərimizə izahlarımız davam eləyir. Dərs 16-da sizlərə Böyük Səlcuqlu dövlətindən, Dehli Sultanlığından və Böyük Moğol dövlətindən bəhs eləyəcəm. İndidən bildirim ki, bizim proqramla irəliləsəz, hansı ki bunlar 1-ci, 3-cü, 5-ci günlər hər axşam 19:00-da qeyd elədiyim günlərdə yeni videolar paylaşılır. Bu proqramla siz irəliləsəz, imtahanlara kimi tamamilə bitirə biləcəksiniz. Azərbaycan tarixində, ümumi tarixdə ən başdan ən sona kimi digər videolarımızı da istər yuxarıda demək playlistlərdə, istər aşağıda isə həmin o playlistlərdə qeyd eləyəcəm, izləyərsiniz. İndi Səlcuqlu izahından danışım sizə. Böyük Səlcuqlu dövlətini bildiyiniz kimi Azərbaycan tarixində də keçirik. Azərbaycan elədiyi yürüşlərdən. Ona görə də sizə mütləq şəkildə məsləhət görərdim ki, videonu bitirəndən sonra və bu videodan əvvəl həmin bax burada yerləşdirdiyim, rəsmini yerləşdirdiyim, aşağıda da linkini yerləşdirdiyim Böyük Səlcuqlu dövlətinin Azərbaycana etdiyi yürüşlərlə bağlı olan izahı dinləyəsiniz ki, mövzunu mükəmməl şəkildə bir-biri ilə əlaqələndirib yaxşı başa düşəsiniz. Buradan bizə vacibdir, lazımdır. Qəbula da müqəddəs sertifikasiyada həmişə sual gələn bir hissədir, bölümdür. Azərbaycan tarixində də qeyd elədiyim kimi Səlcuqlardan çox ətraflı şəkildə danışmışam. Burada qeyd eləyə bilərəm ki, Səlcuqlar Oğuz mənşəli türk tayfaları idilər, Qınıq boyundan idilər. Onlarda demək Tokaq bəy və Tokaq bəydən sonra isə oğlu Səlcuq bəyin Oğuz dövlətində subaşı vəzifəsində fəaliyyət göstərdiyini görürük. Onlar 10-cu əsrdə İslam dinini qəbul edirlər. İslam dinini qəbul edəndən sonra Səlcuqların siyasi nüfuzu daha da genişlənir və Çağrı və Toğrul bəyin başçılığı ilə isə Səlcuqların nüfuzu daha da artmışdı. Çünki adını çəkdiyim sərkərdələr, şəxsiyyətlər Qaraxanlı və Qəznəli dövlətləri ilə mübarizə aparmışlar. Qaraxanlı və Qəznəli ikisi birləşib Səlcuqlara qarşı mübarizə aparsa da uğur əldə edə bilmirlər. Bax, bunu da oxşar cəhət kimi verə bilərsiniz Samanilərə qarşı mübarizələrini. Deməli, onlar Samaniyaya qarşı birgə mübarizə aparırlar. 999-da Samaniya süquta uğradırlar, amma Səlcuqlara bacara bilmirlər. Və bu hadisələr onların nüfuzunu daha da artırmışdı. Hətta 1015-ci ildə onlar Bizansa kəşfiyyat yürüşü etmişdilər. Azərbaycan tarixində bunlardan danışmışam. Gəlim sizə nədən danışmağa? Dövlətin yaranmasından. 1038-ci ildə Toğrulun başçılığı ilə Səlcuqlu dövlətinin əsası qoyulur. Dövlətin ilk paytaxtı Nişapurdur. Nişapur çox qısa müddət paytaxt olubdu, 1038-1043 aralığında. Deməli, Toğrul bəy dövləti yaratdı və tarixdə dini dövlətdən ayıran bir şəxs kimi yadımızda saxlamalıyıq. Dini dövlətdən ayrıbdır Toğrul. Və bundan sonra əsas rəqibləri olan Qəznəlilərlə Dəndənəkan döyüşündə qarşı-qarşıya gəlirlər. 1040-cı ildə baş verən döyüş nəticəsində Qəznəlilər məğlub olur, Xorasanı Səlcuqlar ələ keçirilir, Mərkəzi Asiyada başlıca siyasi qüvvəyə çevrilirlər və Azərbaycana, İrana, İraqa yol açılmışdı bu hadisədən sonra. Dəndənəkan döyüşündən qısa bir müddət sonra isə Mərv qurultayı çağırılır. Mərv qurultayında 1040-cı ildə Toğrul mükafatlandırılır. Dəndənəkan döyüşündəki qələbəsindən sonra ona sultan titulu verilir və Səlcuqlu tarixində ilk sultan titulunu qəbul edildi 1-ci Toğrul. Bundan sonra bəhs eləyəcəyim hadisələr Toğrulun sultanlıq dövrünə aiddir. Və burada qərara gəlinir ki, Mərv qurultayında bütün məsuliyyət Səlcuqlu nəslinin üzərinə götürülsün. Edilən yürüşlərdə şərqə və qərbə doğru yürüşlər nəzərə alınır. Qaraxanlı və Qəznəli ilə mübarizə aparmaqdansa dağınıq halda olan Bizansa, Cənubi Qafqaza, İrana doğru yürüşlər nəzərə alınır. Və bu yürüşləri asanlaşdırmaq üçün, yürüşləri daha yaxşı idarə etmək üçün, yürüş olunacaq ərazilərə daha yaxından müdaxilə edə bilmək üçün paytaxtı köçürdürlər Rey şəhərinə və onların ikinci paytaxtı olur Rey 1043-1073 aralığında. Deməli, bu hadisədən sonra da 1054-cü ildə Rəvvadi, Şəddadi, Tiflis müsəlman əmirliyi tabe edilir. Bir ildən sonra Bağdad şəhərinə daxil olur Toğrul, Abbasiləri tabe eləyir. Xəlifə onu şərqin və qərbin hökmdarı adlandırır. Bu Toğrulla bağlı deyəcəyim sonuncu məsələ idi. Toğrulun varisi olmadığına görə qardaşı oğlu Alparslan hakimiyyətə gəlir. Alparslanın əsas vəzifəsi qarşısına qoyduğu Oğuzların, Türklərin siyasi birliyini qoruyub saxlamaq idi. Məqsədinə gəldikdə isə o Anadoluya sahib olmaq istəyirdi. Çünki ta qədimdən türklər burada yaşamış, Səlcuqların axını nəticəsində isə Oğuzların orada sayı artmışdı. Belə bir minvalla da əvvəlcə Tiflisi, Ani, Qars şəhərlərini ələ keçirilir. Daha sonra isə Bizansla Malazgirt döyüşündə qarşı-qarşıya gəlir. Baxmayaraq ki, Dəndənəkan döyüşündə olduğu kimi burada da Səlcuqluların rəqibləri onlardan qat-baqat daha çox idilər. Təchizat baxımından, əsgər sayı baxımından. Lakin
1071-ci il Malazgirt döyüşündə Bizans ordusu darmadağın edilir. Bu arada düzdür, Azərbaycan tarixini demişəm, amma yenə də təkrarən deyim, 1055-ci ildə Rəvvadiləri, 66-cı ildə isə Şirvanşahları tabe eləyirlər. Rəvvadilər süquta uğradılar, Şirvanşahları tabe eləyirlər Alparslanın dövründə. Və Alparslan son olaraq da Qaraxanlılar üzərinə yürüş təşkil edir. Qaraxanlıları tabe eləyib xərac almaq fikrində idi, amma yoldaykən Qaraxanlıların deməli üzvü tərəfindən xaincəsinə, sui-qəsd nəticəsində öldürülür və hakimiyyətə oğlu Məlikşah gəlir. Məlikşahın dövrü Səlcuqlu dövlətində çiçəklənmə dövrüdür. Bu arada Alparslanın Malazgirt döyüşündəki qələbəsindən sonra xəlifə onu İslamın nuru da elan etmişdi. Sultan Məlikşahın əvvəlcə daxili siyasətindən sizə məlumat verim. Paytaxtı İsfahan şəhərinə köçürdür 1073-də. Bu onun inzibati tədbiridir. Hərbi islahat keçirdir, daimi nizami ordu yaradır. Vahid ölçü çəki pul sistemi formalaşdırır. Ticarət yollarının təhlükəsizliyini təmin edir və tacirləri bəzi rüsumlardan azad edir. Bu isə onun ticarət islahatına aid ola bilər. Yəni iqtisadi sahədə gördüyü tədbirlərə. Xarici siyasətinə gəldikdə isə Toğrul kimi, Alparslan kimi o da Bizansla mübarizə aparır. Hətta Alparslanın Bizansdan aldığı cizyə xərac vergisini daha da artırır və daha çoxunu almağa başlayır Bizansdan. Konyanı, Ankaranı, Suriyanı, Fələstini tabe eləyir. Qaraxanlıları tabe eləyib onlardan xərac almağa nail olur. Onları vergiyə bağlayır. 1088-ci ildə Azərbaycanda Şəddadi dövlətini süquta uğradır, sərkərdəsi Buğanı göndərərək. Amma onun ölümü Səlcuqlu dövlətinin zəifləməsinə gətirib çıxardır. İstər vəziri Nizamül Mülkün, istərsə də onun ölümü dövləti zəiflədir. Və belə bir dövrdə səlibçilərin şərqə doğru etdiyi yürüşlərin qarşısını almaq o qədər də mümkün olmur. Və elə Məlikşahın qazandığı o Suriya-Fələstin ərazilərinin Aralıq dənizi sahilindəki olan qismlərini türklər itirirlər. Hətta müqəddəs şəhər Qüdsün itirilməsi də Səlcuqlara böyük zərbə vurur. Sonuncu Səlcuq hökmdarı Səncərin dövründə isə dövlət artıq parçalanmışdı. Baxmayaraq ki, o da Qaraxanlı və Qəznəlilərlə mübarizə aparır, hətta onun bu mübarizələri uğurlu alınır. Amma Monqol əsilli Qarakitaylara məğlub olması onu müsəlman türklər arasında nüfuzdan aşağı salır. Qeyd eləyərdim ki, Qaraxanlı dövlətinin elə birinci qoluna da Qarakitaylar son qoymuşdular bu arada. Və elə Azərbaycanda yaranan Atabəylər dövləti, Konya, Kirman, İraq Səlcuq sultanlıqlarını qeyd edə bilərəm ki, Sultan Səncərin dövründə dövlətin parçalanması ilə meydana gəlmişlər. Səncər ölür və bununla da Səlcuqlu dövləti süquta uğrayır. Bir daha qeyd eləyirəm, şəklini və aşağıda linkini yerləşdirdiyim Azərbaycan tarixindəki Səlcuqlu mövzusunu mütləq şəkildə izləyin ki, mövzunu tam şəkildə əlaqələndirib rahatlıqla testlərdə tətbiq edə biləsiniz mövzu ilə bağlı məsələləri. İndi gəlin sizə Hindistanda mövcud olan Türk dövlətlərindən, Dehli Sultanlığı və Böyük Moğol dövlətindən də məlumat verir. Dehli Sultanlığının izahı ilə gəlin tanış olaq. Dehli dövlətinin, Dehli Sultanlığının izahı, deməli, Dehli Sultanlığından danışmamışdan əvvəl Hindistana türklərin elədiyi yürüşlərdən danışım sizə. Ümumilikdə qeyd edə bilərəm ki, Eradan əvvəl 327-ci ildə Makedoniyalı İskəndərin, 6-cı əsrin sonlarında Əhəməni hökmdarı 1-ci Daranın Hindistana yürüşləri olmuşdu. Bundan sonra isə biz türklərin bura axınlarının daha çox olduğunu görürük və Hindistan ərazisinə axunların eramızdan əvvəl, daha doğrusu bizim eranın 6-cı əsrin 1-ci yarısında Mihraqulların rəhbərliyi ilə yürüşünün, Şimali-Qərbi Hindistan işğalının başa çatdırılmasının, sonrakı dövrlərdə ərəblərin Əməvilər sülaləsi dövründə Hindistanın yenə şimal-qərbində torpaqlar ələ keçirməsinin, yenə türk axınlarının davam eləməsinin və burada bu dəfə Mahmud Qəznəlinin Hindistana elədiyi uğurlu yürüşlərdən sonra Hindistanın şimal-qərbinin Qəznəli dövlətinin tərkibinə keçməsinin şahidi olmuşduq. Qəznəlilərin irsini isə bu dəfə digər bir türk olan Curlular davam elətdirir ki, Curluların sonuncu hökmdarı Məhəmmədin öldürülməsindən sonra məhz onun xidmətçilərindən biri olan, onun ordusunda xidmət edən, onun müşavirlərindən biri olan Qütbəddin Aybək tərəfindən 1206-cı ildə Dehli Sultanlığının əsası qoyulur. Dehli Sultanlığının paytaxt şəhərlərinə gəldikdə bunlar Dehli, sonrakı tarixlərdə isə Diyoger şəhəri olmuşdur. Dehli və Diyoger şəhərləri Dehli Sultanlığının paytaxtıdır. Qeyd edeyim ki, Qütbəddin Aybək türk sülaləsi olan Məmlüklərin nümayəndəsi olmuşdur. Ümumilikdə Məmlüklər sülaləsi Dehli Sultanlığında 1206-1290-cı illərdə hakimiyyətdə olmuşdular və qeyd elədiyim kimi dövlətin qurucusu Qütbəddin Aybək olmuş, sülalənin də əsasını qoymuş və dövlətin deməli ilk hökmdarı olmuşdu. Qütbəddin Aybəkin dövründən etibarən türk
türkcənin yayılması uğrunda, İslam dininin yayılması uğrunda mübarizə aparır. Deməli, türkcəni yayır və İslam dinini yayır və dövlətin mədəni irsini genişləndirmək üçün burada bir çox məscid, abidələr inşa etdirmişdir ki, onlardan ən məşhuru Qütb Minar abidəsi idi. Siyasi tarixinə gəldikdə isə Dehli Sultanlığında Qütbəddin Aybəkin dövründə Şimali Hindistanın tabe edildiyinin şahid oluruq və Qütbəddin Aybəkin ölümündən sonra oğul varisi olmadığına görə Kürəkənli Şəmsəddin Eltutmuş hakimiyyətə gəlir. Şəmsəddin Eltutmuşun əvvəlcə daxili siyasətindən sizə məlumat verim. Şəmsəddin Eltutmuş da ölkə ərazisinə türk tayfalarını qəbul edir, türk mədəni irsini davam elətdirir. Özündən əvvəlki hökmdar Aybək kimi iqta sistemini yaradır, hakimiyyətinin son dövrlərində vahid nizami ordu birləşməsi formalaşdırır, adına pul kəsdirir və müstəqilliyini möhkəmləndirir Hindistan ərazisində. Ölümünə yaxın isə qızı Raziyəni özünün vəliəhdi elan etmişdi. Xarici siyasətinə gəldikdə isə Qütbəddin Aybək dediyim kimi türk tayfalarını məskunlaşdırmışdı ölkə ərazisində. Şimali Hindistanda o da bir sıra ərazilər ələ keçirdi. Deməli, Qütbəddin Aybəklə oxşar cəhətidir. Şəmsəddinin və şərqə doğru ərazisini genişləndirir. Şərqdə də, Hindistanın şərqində də torpaqlar ələ keçirdir. Onun hakimiyyəti dövründən etibarən isə Monqolların Hindistana yürüş etmələrinin şahid oluruq. Monqolların bütün cəhdlərinə baxmayaraq o ölkəsinin müstəqilliyini qoruyur. Monqol işğallarına yol vermir. Şəmsəddin Eltutmuş və hətta Monqollara qarşı mübarizə aparan Xarəzmşah Cəlaləddinə də sığınacaq vermişdi ki, həmən Xarəzmşah Cəlaləddindir ki, 1225-1231-ci illərdə Azərbaycanda hakimiyyətə malik olmuşdu. Abbasilərlə dostluq münasibətləri saxlayır, xəlifə onu sultan kimi qəbul eləyir Hindistan ərazisinə və bu da onun hakimiyyətinin qanuniliyinin möhkəmlənməsinə gətirib çıxartmışdı. Və dediyim kimi, onun ölümündən sonra vəliəhdi Raziyə Sultan hökmdar olur Dehli Sultanlığında. Dehli Sultanı olan Raziyənin dövründə ixtişaşlar, daxili çəkişmələr çoxalır, artır. İlk türk qadın hökmdarlardan biri kimi adını tarixə yazdırıbdı. Qiyasəddin Balaban isə hərbiçilərin köməyi ilə hakimiyyətə gəlmiş. Ölkədə o da Monqollara qarşı mübarizə aparmış, Monqol hücumlarının qarşısını almışdı Qiyasəddin Balaban və qeyd eləyə bilərəm ki, qiyamçı Hind feodallarını da məğlubiyyətə uğratmış və beləliklə də Qiyasəddin Balaban Dehli Sultanlığının parçalanmasının qarşısını almışdı. Və 1290-cı ildə Mənlüklər sülaləsinin hakimiyyəti başa çatır. Bu dəfə digər bir sülalə Xələzlər sülaləsi hakimiyyətə gəlir. Xələzlər 1290-1320-ci illərdə hakimiyyətdə olmuşlar. Onların hakimiyyəti dövründə isə ən qüdrətli hökmdarları Əlaəddin Xələc olmuşdu ki, Əlaəddin Xələcin də əvvəlcə xarici siyasətindən sonra daxildən danışıb. Xarici siyasətinə qeyd eləyə bilərəm ki, Əlaəddin Xələc Monqollara qarşı uğurlu mübarizə aparır, Monqol hücumlarına tamamilə son qoyur. Yəni Əlaəddin Xələc də, Qiyasəddin Balaban da, Şəmsəddin Eltutmuş da hər üçü demək Monqollara qarşı mübarizə aparıblar və hətta o Hindistanın cənubunda da torpaqlar ələ keçirdir. Hakimiyyətini möhkəmləndirmək üçün isə bir sıra islahatlar keçirmişdi. Belə ki, vergi islahatı keçirmiş, hərbiçilərə maaş paylamışdı. Deməli, bu hərbiçilərə maaş paylaması isə dövlətdə deməli hakimiyyətin möhkəmləndirilməsinə səbəb olmuşdu ki, məhsul bolluğu yaratmaq üçün kəndlərə isə torpaq sahələri paylayır. 1290-1320 Xələzlər sülaləsinin hakimiyyəti dövrü idi. Əlaəddin Xələcin ölümündən sonra 14-cü əsrin əvvəllərində də Dehli Sultanlığı bir sıra ərazilər ələ keçirdir, özündən güclü dövrünü yaşayır. Lakin 14-cü əsrin ortalarına gəldikdə artıq dövlət zəifləyir və əvvəlki gücünü itirir. Daxili ixtişaşların artması, Hind feodalları ilə müsəlmanlar arasında mübarizənin baş verməsi dövləti zəifləməsinə gətirib çıxardır. 14-cü əsrin 80-ci illərində dövlətin zəifləməsi, 1398-ci ildə isə Əmir Teymurun yürüşü Dehli Sultanlığına ağır zərbə olur. Əmir Teymurun yürüşündən sonra dövlət zəiflədi, iqtisadiyyatda böhranlar baş verdi və parçalanma sürətləndi. Hətta qeyd eləyə bilərəm ki, 15-ci əsrin ortalarında isə Dehli Sultanlığında hakimiyyətə Əfqan mənşəli sülalə Əfqanlar hakimiyyətə gəlmişdilər. Sonuncu Dehli Sultanı İbrahim Ludi isə feodallarla mübarizə aparır. Və həmən o feodallar İbrahim Ludini məğlubiyyətə uğratmaq üçün türk sərkərdəsi olan Əmir Teymurun Çingiz xanın soyundan gələn Babura müraciət edir. Kabul hakimi Babur isə 1526-cı ildə Panipat döyüşündə İbrahim Ludi ilə üzbəüz gəlir. Bu müharibədən sonra Panipat döyüşü nəticəsində Dehli Sultanlığının varlığına son qoyulur və Dehli Sultanlığı süquta uğrayır. Yeni bir türk dövləti, Böyük Moğol dövlətinin əsası qoyulur. Böyük Moğol dövlətinin izahını verməmişdən öncə gəlin onların torpaq vergi məsələlərindən və idarəçiliyindən bəhs edeyim. Əvvəla qeyd eləyə bilərəm ki,
dövlət inzibati cəhətdən vilayətlərə, vilayətlər özü isə dairələrə bölünürdü. Vilayətləri idarə edən şəxs vali, dairələri idarə edən şəxs isə rəis titulu daşıyırdı. Dehli Sultanlığında türklər daha çox mühüm vəzifələr tuturlar. Hindlilərlə türklər arasında bir növ desək ayrı seçkilik var idi. Bu özünü məhkəmələrdə də göstərir. Türklərin deməli iştirak elədiyi və türk xalqı ilə bağlı olan məhkəmə məsələlərinə qazı adlı şəxs rəhbərlik eləyirdi. Bu bizə digər türk dövlətlərindən də məlum deyil. Azərbaycan tarixində də qazının rəhbərlik elədiyini görürük. Türk müsəlman dövlətlərində məhkəmələrə, dövlətə təbii ki, sultan idarə eləyirdi. Vəzir dövlətdə həm hərbi, həm mülki məsələlərə rəhbərlik edən bir şəxsdir. Hətta dövlətdə xalqı belə iki hissəyə bölmüşdülər. Dehli Sultanlığında dövlət xalqı demək türklər adlandırılırdı. Himayə olunan xalq isə hindlilər adlandırılırdı. Bu da ayrı seçkiliyin bir növüdür ki, daha doğrusu. Baxmayaraq ki, türklər kənardan gəlib buranı tabe eləmişlər, amma hindlilərə ikinci dərəcəli bir xalq kimi yanaşırdılar. Torpaq növlərinə gəldikdə, Azərbaycan tarixindən də bizə tanış olan dövlət və ya divan torpağı dövlətə məxsus, xas sultana məxsus, icma kəndlərə məxsus, mülk təbii ki, irsi xüsusi torpaq mülkiyyət forması idi, vəqf təbii ki də dini torpaq növü idi. Bunlar bizə yaxşı tanışdır. İqta da həmçinin bizə yaxşı tanışdır ki, xidmətə görə paylanan şərti torpaqlar iqta adlanırdı. Amma iqtanın sahibinə burada iqtadar yox, burada iqta sahibinə zəmindar deyilir. Deməli, Dehli Sultanlığında xidmətə görə paylanan torpaqlar iqta, həmin o torpaqların sahibi isə zəmindar adlanırdı. Bu sözü yadımızda saxlayaq, birazdan bizə lazım olacaq. Dehli Sultanlığı ilə bağlı bunları deyim. Və keçin bir digər türk dövlətinə, Hindistanda yaranan növbəti bir türk dövlətinə. Bu adını da bayaq çəkdiyim Böyük Moğol dövləti idi. Böyük Moğol dövləti 1526-1859-cu il tarixlərində mövcud olur. Hal-hazırda mən sizə Böyük Moğol dövlətinin 18-ci əsrə qədər olan dövrü ilə bağlı izah verəcəm. Gələcək mövzularımızda isə Hindistan, Çin, Yaponiya mövzusunun izahını təkrarən sizlərə izah eləyəndə Hindistanın 18-19-cu əsr tarixindən də danışacağam. Böyük Moğol dövlətinin paytaxtı Aqra şəhəri idi. Burada Dehlini də qeyd eləmişəm. Dehli sonrakı dövrlərdə paytaxta çevrilir. Dövlətin ərazisinin kiçilməsi nəticəsində artıq burada deməli bir sıra dövlətlərin yaranmasının biz şahid oluruq. Bu abituriyentlərə lazım deyil, amma MİQ sertifikasiya imtahanına hazırlaşanlar üçün ayrıca bir izah paylaşacağam. Deməli Hindistan tarixi ilə bağlı və siz orada görəcəksiniz ki, dövlətin ərazisi kiçilir və bundan sonra Dehli də Böyük Moğol dövlətinin paytaxt şəhərlərindən birinə çevrilir. Dövlətin qurucusu Babur Şah idi. Babur Şah dedik 1526-cı ildə Panipat döyüşündə sonuncu Dehli Sultanı İbrahim Ludiyə qalib gəlir. İbrahim Ludini taxtdan endirir və burada hakimiyyətə gəlir. Babur vaxtı ilə Şah İsmayıl tərəfindən himayə olunan şəxslərdən biri olmuşdu. Çingizin, Əmir Teymurun soyundan gəlmişdi. Musiqiyə, rəsmə, incəsənətə, tarixə olan marağı istər onun sərkərdə kimi, istər onun mədəniyyət sevən, incəsənət sevən bir şəxs kimi tarixdə tanınmasına səbəb olmuşdu ki, onun özünün xatirələrində yazdığı istər döyüşləri haqqındakı məlumat, istər şəxsi həyatında qarşılaşdığı məsələlərlə bağlı olan təcrübələrini bölüşdüyü əsəri deməli bu günümüzə qədər də gəlib çatmışdır və bu bizə Böyük Moğol dövləti haqqında məlumat öyrənməyə əsas verir. Mən sizə lazım olan məsələlərdən danışım. Baburun dövründə Şimali Hindistanı tabe eləyir, amma o Dehli sultanlarından fərqli olaraq İslam dinini zorla yaymır, cizyə vergisini ləğv eləyir və mən sizə qeyd edeyim ki, Böyük Moğol dövlətinin başqa hansı fərqləri var? Böyük Moğol dövlətinin deməli Dehlidən fərqlərini deyim, qeyd edeyim. İslam dinini zorla yaymırdılar, cizyə vergisini ləğv eləmişlər, Hind və müsəlman bərabərliyini təmin eləmişlər, Hindlilərin dini etiqadlarına, dini inanclarına və digər xalqların dini inanclarına hörmətlə yanaşırdılar. Mərkəzləşdirilmiş dövlət idi Böyük Moğol dövləti. Əsas bunları qeyd edə bilərəm və dövlətin qızıl əsrini, qızıl dövrünü yaşadan Əkbər Şahdan sizə indi danışım. Əkbər Şah deməli Böyük Moğol dövlətindəki daxili siyasətindən danışım əvvəlcə. O Hind və müsəlman bərabərliyini artıq təmin eləmişdi. Vahid qanunlar qəbul eləyir, vahid ölçü çəki pul sistemi qəbul eləyir. Səlcuqlarda Məlikşah kimi və digər adını çəkə biləcəyimiz, tutalım ki, Hülakülərdə Qazan xan kimi vergi islahatı keçirdir. Vergi islahatına əsasən artıq vergiləri pulla toplamağa başlayır. Deməli Əkbər Şah. Deməli Əlaəddin Xələzini nədir Dehli sultanlığında?
o deməli hərbiçilərə maaş verməyə başladı. Torpaq yox, daha çox maaş verirdi və həmin o torpaqları da alıb kəndlərə paylayırdı. Amma Əkbər şah neylədi Böyük Moğol dövlətində? O isə vergiləri pulla toplamağa başladı. Bunu əsasən Hindistanın mərkəz vilayətlərində edirdi. Vergilərin pulla toplanılması isə kapitalist münasibətlərinin yavaş-yavaş təşəkkül tapmasına gətirib çıxardırdı, iqtisadiyyatın güclənməsinə səbəb olurdu. Vergi yığılmasını isə özünün ən etibarlı adamları olan cagirdarlara tapşırırdı. Bəs cagirdar kimdir? Cagirdar kimdir? Cagirdar Böyük Moğol dövlətində bir növ Əhəmənilərdəki satrap kimi, Mannadakı canişin kimi olan vəzifəli şəxslərə bənzəyirdi. Həmin o cagirdarlar Böyük Moğol dövlətində Əkbər şahın və ondan sonraki hökmdarların ən etibarlı, ən güvəndiyi şəxslər idilər. Cagirdarlar xidmət müqabilində dövlətdən torpaq alırdılar və aldıqları torpaqlar deməli iqtadan və yaxud da ki tiyuldan daha geniş əraziləri, daha böyük əraziləri əhatə edirdi. Hardasa Osmanlıda ziyamət torpaq mülkiyyət formasına uyğun gəlirdi, hətta ondan da böyük idi. Çünki Hindistanın o uçsuz bucaqsız ərazilərində məhz cagirdarlar iri torpaq sahiblərinə çevrilmişdilər. Cagir torpaqlarının sahibinə cagirdar deyilirdi. Birazdan izah edəcəm. Xarici siyasətinə gəldikdə isə o artıq Şimali Hindistanda bir sıra ərazilər ələ keçirdir. Mərkəzi Hindistanı tabe eləmişdi. Əfqanistanın bir hissəsini tabe eləyir. Gujarat, Benqaliya, Kəşmir ərazilərini tutur. Osmanlı, Səfəvi, Portuqaliya və Özbəklərlə diplomatik əlaqələr saxlamışdı. Və Əkbər şahın varisləri də Hindistanda deməli yeni ərazilər ələ keçirdirlər. Hindistanı vahid halda birləşdirməyə nail olur Böyük Moğol dövləti. Lakin 18-ci əsrdən etibarən dövlət dağılır. Hətta bu Azərbaycan tarixində sizlərə izah edəcəm Səfəvi mövzusunda. İndidən də deyim, 1738-39-cu illərdə Nadirin Hindistana yürüşü olmuşdu. Böyük Moğol dövlətini Nadir tabe eləmişdi. Bəli, düz eşitdiniz. Nadir şah Azərbaycan tarixində ən geniş torpaq ələ keçirdən ən böyük imperiyaya sahib olan bir hökmdar kimi tarixi adını yazdırıb. 18-ci əsrdə dedim, dövlət dağılır və süqutu ilə bağlı gələcək mövzuda izah verəcəm sizlərə. Torpaq növlərinə gəldikdə yenə burada da dövlət, divan, yəni xalisə torpaqları mövcud idi, dövlətə məxsus. Cagir torpaqlarının dedik sahibi cagirdar adlanırdı. Müsəlmanlara, türk müsəlmanlara verilən şərti torpaq növü idi. Dehli sultanlığından fərqli olaraq burada Hintlilərin də torpaq payı var idi. Deməli, Dehli sultanlığında yalnız iqta paylanırdı müsəlmanlara. Amma Böyük Moğol dövlətində dedik, Hindlə müsəlman bərabərliyi var axı. Hind-müsəlman bərabərliyi özünü torpaq növlərində də göstərir. Yəni, tək türklərin yox, Hintlilərin də torpağı olur. Və Hintlilərə məxsus torpaqlar zəmindarlıq adlanırdı. Deməli, zəmindar insandır, iqtanın sahibinə deyilir Dehli sultanlığında, amma zəmindarlıq torpaq növüdür. Zəmindarlıq isə Böyük Moğol dövlətində deməli Hintlilərə məxsus torpaq növü olmuşdu. Və Səfəvilərdə olduğu kimi Böyük Moğol dövlətində də soyurqal paylanırdı. Soyurqal daha çox məhdud şəkildə məşhur elm adamlarına, seyidlərə, deməli müəllimlərə, hocalara falan paylanırdı. Səfəvilərdə olduğu kimi soyurqala mülk də deyirdilər. Və təbii ki də Səfəvilərdə olduğu kimi o da vergidən azad idi və irsi şəkildə verilirdi. Beləliklə Hindistan tarixində mövcud olan türk dövlətlərinin izahını da paylaşdım. Böyük Səlcuq dövləti haqqında da sizlərə məlumat verdim. Növbəti videolarımızda isə İstər Osmanlı, Teymuri, Qızıl Ordu, Monqol dövlətləri və Avropa tarixindən də 11-16-cı əsrlər mövzularından izahları paylaşdıqdan sonra dekabr ayının 3-cü həftəsindən etibarən isə sizə Səfəvilər dövlətindən etibarən ta ki 19-cu əsr Azərbaycan tarixi mövzularının izahlarını paylaşacağam. Bu günlük bu qədər. Dərslərinizdə, fəaliyyətinizdə uğurlar arzu edir. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.